əlamətdar bir gündür. Türkmenlər və yaxud Türkmanların bayramıdır. Çünki Xəzər Universitetində daim türklərə, türklüyə, türk dünyasından olanlara hər zaman xüsusi bir maraq, diqqət, qayğı var. Və bugün də onun davamı olaraq biz türkmenlərlə bağlı tədbir keçirmək istəyirik. Tədbir keçirdik, üzr istəyirəm. Bu tədbirin əsas məqsədi dünyadakı özünü türkman adlandıran bütün soydaşlarımızın səsini dünyaya duyurmaqdır. Əslində İraq türkmanları deyirik, Türkmənistan türkmenləri deyirik. Ancaq İraq türkmanlarındakı o türkman sözünün 1958-ci ildə İngilislər tərəfindən ortaya atıldığı iddia edilir. Deməli, bu soydaşlara o vaxta qədər türklər deyiblər. Bu da onu göstərir ki, istər türkmen olsun, istər türkman olsun, fərqi yoxdur. Bu soydaşlarımızın hamısı türkdür və biz bu türkləri bir araya toplamaq, onların səsini eşitmək, onlar haqqında məlumatları dünyaya çatdırmaq istəyirdik. Bu mənada biz çox xoşbəxtdik ki, öz səsimizi, öz məqsədimizi yerinə yetirə bildik, öz istəyimizə çatdıq və İraq türkmanları bugün burada Bağdad Universitetindən 2 professor iştirak edir və hər ikisi də özünə türkman deyən İraq türkmanlarıdır. Həmçinin bugün bizim tədbirimizdə Türkmənistan səfiri də Qurban Elyasov da iştirak elədi. O da türkmenlər, türkmanlar hər nədirsə onların hamısının ortaq bir məxrəci olduğunu, hamısının türk olduğunu vurğuladı. Burada iştirak edən digər alimlər və iştirak edəcək alimlərin türkmenlər və türkmanların tarixi, soykökü, dünəni, bugünü və gələcəyi haqqında bilgilər veriləcəkdir. Həmçinin deməli biz əsasən İraqda, Suriyada, Anadoluda, hətta Kırımda türkmenlər var ki, onlar artıq çox ciddi şəkildə Anadoludan xaric, digər adını çəkdiyim yerlərdəki türkmenlər çox ciddi şəkildə asimiləyə məruz qalır bugün günümüzdə və biz onların asimilədən qurtarmaq və bir növ onlara qardaş dəstəyi eləmək istədik. Ona görə də belə bir tədbir təşkil elədik. Və Oğuz sözü, burada yazılır, Oğuz sözü çox qəribdir, qədim sözdür. Orxon Yenisey yazılarından keçən qədim addır və hesab olunur ki, mütəxəssislər çox uzaq tarixə gedəndə hər şeyi dəqiq eləyi olmur. Amma bir gümanlar, bir fərziyyələr olur və belə hesab olunur ki, Oğuz sözü sonradan Türkmen sözünlə əlavə olundu. Oğuz sözü başlanğıçda gəldi. Çünki coğrafiya dəyişdirsə, tarix dəyişdirsə, dövr dəyişdirsə, yeni adlar əmələ gəlir. Adlar da dəyişir və Oğuzların İslamlaşma dövründə Türkmen sözü əmələ gəldi. Hansı ki, Türkmenlər bizim Orta Asiyadakı Türkmenistanın, buradakı Azərbaycanın, Türkiyədəki türklərin, digər yerlərdə, Suriyada, İraqda, digər yerdə türkmen adı olan xalqların əcdadıdır. Bizim bir kökümüz var və indi biz Cənab Səfiflə burada türkmenlərin əcdadları, böyük insanları görürük. Bir dənə elə bir insan yoxdur ki, o bizim ortaq insanımız olmasın. Hamısı ortaqdır, yəni kökümüz ortaqdır, doğrudan biz bilirik. Yəni, Səlcuqlardan sonra gələndə bizim babalarımız, atalarımız sayılan ağboylu, qaraqoylu ilə türkmenlər deyilir. Ağboylu, qaraqoylu türkmenlər. Sonraki zamanlarda türkmenlər her ne kadar farklı boylarda adları çekilse de birçok meselelerde birlikte hareket edipler. Xivada, Bukhara'da, İran'da, Afganistan'da yaşasalar da hiçbir etnik parçalanma yoktu. Türkmenistan öz müstəqilliğini kazandıktan sonra bütün Oğuz boyları bir Türkmen halkı gibi tanınır. Türkmen adı altında vatanda birlik, beraberlik temin ediyorlar. Aslında Azerbaycan ile Irak Türkleri arasında olan ilişkiler kadim bir ilişkidir. Yani tarih boyunca
Azerbaycan'dan Irak'a gelmişlerdir, orada yerleşmişlerdir. Bugün Irak içerisinde bulunan bölgelerin bir kısmında konuşulan lehçe, konuşulan şive tamamen Azerbaycan şivesidir. Ayrıca bazı bölgelerimiz de var. Bu bölgelerden söz edildiği zaman hakikaten bir de bakarız bu bölgelerin adı Azerbaycan'dan da aynı bölgeler, aynı köyler, aynı kasabaların adı bulunmaktadır. Aslında yani tabii Gazanfer Paşayev'in da Irak ile, Irak Türkmenleriyle Azerbaycan Türkleri arasında ilişkilerin kuvvetlenmesine güzel bir köprülük yaptı. Irak'ta çalıştığı zaman orada bulunmaktaydı. Irak Türkmenleriyle görüştü. Irak Türkmenlerinin kültürünü Azerbaycan'a nakletti. Burada tabii büyük liderimiz Aliyev'in de bir sözünü hatırlamamız gerekir. Bir tarihe baktığımız zaman Güney Azerbaycan olsun, Kuzey Azerbaycan olsun, Irak Türkmenleri olsun hepsi bir bütünün parçalarıdır. İstiri mekanında yaşayan Türk dilli halklar arasında medeni, elmi elaveler çok güçlüydü. Benim yadımdadır. Füzuli Bayat burada yerleşir. 1997 yılında doktorluğumda verildi, ben ameliyatıydım. Türkmen esasen olarak müdafaa ederdi. Sevinç Musayev adlı bir hanımımız Türkmen uşaq folklorundan müdafaa ederdi. Azad Nebi Özbek edebiyatına bağlı müdafaa ederdi. Yani Sovet devrinde əlaqələr çox devriydi, çok möhkəmiydi. Lakin Sovet sistemi çöktükten sonra o əlaqələr kökündən kesildi. Hamlet müəllimdə o məsələyə toxundu. Mən də onu biraz istəyirəm dayanmam. Son 5 günlere kadar əlaqələr tamam yok səviyyəsindeydi. Lakin indi o əlaqələr təzə bərpa olunur. O əlaqələrin bərpa olunmasında, onların dirçəlməsində elə bu konferansın da öz rolu var. Selamünaleyküm ve Türkmenistan'dan ilkimler Azerbaycan'da olanlara Hazır Üniversitesi'ne şu simpozyumu geçirdiğim için bunu minnettarım. Ünlere teşekkür ederiz. Hormatlı doğanlar, Türkmenler, dililerin canı diyen atalar sözü var. İçinde yani Azerbaycan doğanlarıyla Türkmen hem Türk şortlarla büyük oğullar, baba oğullar bilirler. Şular Türkiye dilinin oğul şahatına değişti. Bilim gelimlik ben. Öyle şu birlik Selçuk Sultanlığı'nın, Selçuk Türkmen Sultanlığı'nın beri devam ettikleri hatta şu bunun içerisinde şu halkların, şu Azerbaycan Türkmen halkının tarihi, vali, tasminleştiğini yani. Öyle şu bilim destanlarında, bilim hoşlanmakla olup geçen vakaların belli bir bölümü şu Azerbaycan topluluğuna olup geçen bunun sebebi İçimde Selçuk Türkmen şahı zamanında, Akboyunlu, Karaboyunlu Türkmenler zamanında da şu Tuğruluk'ta şu Azerbaycan topluluğunun şortlarını kapatma Türkmenler şahlık, ülkeleri, meşhurlarla bağlı olarak bir nesilinden anlamda hatta şu nece olan destanında aslında sorsan genci karı bağlıdır. Tüyünün evler solan gelini diyen tetirler Boston Azerbaycan toprağıyla bağlı. Bunun sebebi yani kardeşimler şu Akboyunlu, Karaboyunlu, Türkmenler şu toprakta şahı gidenler bağlı olsa gerek. Bunun aralarında oğullar kimler diye soğanı var. 11. asrın ağabey Mahmut Kaşgar'ın oğullar, Türkmenler, oğullar deyip ayrıldılar. Şunun için şu iki bilen adamlar gidiyor. Doğru Cuma Tümülü, bilimli şahit olmak Tümülü olsa oğullar sözü bağlıdır. Şu Türkmenler, oğullar. Türk dünyasından bağlı olan simpozyumlardan biri keçirilir. Oğuzların ortak kültürü, dünyanın bugünü ve geleceğiyle bağlı. Elbette Türk halklarının birbirine daha da yakınlaşması, bu istiqamətdə simpozyumların keçirilməsi olduqca vacibdir. Bugünkü simpozyumda da məhz Oğuz türklərinin mədəniyyəti, fəlsəfəsi, ədəbiyyatına yönəlik fikirlər səsləndirilir.
Əslində Oğuz türklərinin qədim dövrlərdən bircəliyi vardır, ancaq zaman-zaman müəyyən dövlətlər yaranır və bu dövlətlərin mahiyyətindən bağlı fərqliliklər də ortaya çıxır. Ancaq bütövlükdə Oğuz türkləri istər Türkistanda, Azərbaycanda, Kərkükdə, Hələbdə, yaxud da Anadoluda yaşasın, müxtəlif coğrafyalarda yaşasalar da eyni adət-ənənələri, fəlsəfəni, örfləri daşımaqdadır. Bir dövrdə xüsusən mana şu folklor, Türkmen folkloru haqqında Azərbaycan, Türkmen, Türkiye xalqlar o'rtasidagi munosabatlar bo'yicha bir fikr almashish simpoziumiga kelganimizdan juda xursand bo'ldik. Tashkilotchilarga katta rahmat aytmoqchimiz. Shu jumladan bitta narsani ta'kidlamoqchiman. Haqiqatan ham Türkmen folklorini bizlar o'zimiz ham O'zbekistonda hammamiz ham shu mana shu tarixchi san'at yo'lida, folklor yo'lida ko'p izlanishlar qilamiz. Shu jumladan bizda bir to'g'risini aytsam, folklorga juda katta bir mehr bor. Shu o'ylaymanki, mana shu folklorni tarixiy jihatdan agar aytadigan bo'lsak, bu shu turkiy davlatlarni bog'lashga juda katta bir hissa qo'shadi. Xususan mana bugungi kunda ko'ryapmizki, Markaziy Osiyo davlatlari o'rtasida juda bir-biriga bog'liq masalalar globallashuv jarayonida birlashmaydigan omillar bor. Shu omillardan biri men o'ylaymanki, shu folklor o'ylayman, shu birlashtirib shu xalqlarni ezgulikka, do'stlikka va ko'p bir yaxshi tomonlarga yo'naltirishga, hamkorlik, do'stona munosabatlarni chuqurlashtirishga, yaxshilik, ezgulikka olib kelishga men o'ylaymanki xizmat qiladi. Devletlerin müstəqillik kazanmasından dərhal sonra bu müstəqil devletlerin birləşməsi, ortaq tarix, ortaq dil, ortaq ədəbiyyat, ortaq yaşam, ortaq iqtisadi zonanın yaradılması məsələsi gündəmə gəlmişdir və bu gündəmə gəldikdən uzun süre sonra artıq İstanbul'da keçirilən son konqredə Türk Devletlər Təşkilatı, ondan önceki adları fərqli idi, Türk Devletlər Təşkilatı yarandı. Türk Devletlər Təşkilatının yaranması təbii ki, devlet erkanları tərəfindən yaradılsa da yenə də əsas olaraq alt təbəqədə, yəni elm adamlarının, xüsusən də ziyalıların, jurnalistlərin və bu sahə ilə məşğul olan insanların Türk birliyinə verdiyi töhfələrlə gündəmə gəlməkdədir. Bugünkü konferansın ən böyük önəmi ondan ibarətdir ki, Türk birliyinə gedən yolda biz türkmənlərlə başlarıq. Çünki türkmənlər xüsusən Türk dünyasında əgər 250 milyon insan varsa, bunların içərisində nüfuz baxımından ən çox olanı, ən qələbəlik olanı türkmənlərdir. Yəni buraya daxildir, təbii ki, biliyor, türkmənləri, Azərbaycan, Türkiyə, Balkan türkləri, Qaqavuzlar və s. Yəni əgər 250 milyon Türk dünyasında insan varsa, bunun aşağı yuxarı 180-170 milyonu Oğuzlardır, yəni türkmənlərdir. O baxımdan simpoziumun bu şəkildə, yəni türkmənlərlə, türkmən kimliyi ilə açılmasının çox böyük önəmi var. Evet, değerli arkadaşlar, biz sizinle hatta bütün Türk dünyası ile bir bütünün parçalarıyız. Coğrafi bakımından birbirimizden ne kadar uzak olsak da bir gönül coğrafyamız vardır. Onun içinde birlikte barınmaktayız, birlikte yaşamaktayız, aynı dili konuşmakta, aynı ilkelere inanmaktayız. Bu gerçekleri milletin aydın insanları, ilim adamları her zaman vurgulamakta, şair ve yazarlarımız dile getirerek halkımızın dikkatini bu gerçeğe çekmekte, bu konuda şuurlarını aramaya çalışmaktadırlar. Güney Azerbaycan şairi Mehmet Hüseyin Şahriyar'ın Haydar Baba'ya Selam şiirinde ve daha sonra bu şiire nazireler olarak Irak Türkmen şairlerinin yazdığı şiirlerinde hep bu ortak duygu ve düşünceleri öne çıkarmaya çalışmaktadır. Belə tədbirlər bizim tariximiz, ortaq mədəniyyətimiz üçün, elmimiz üçün çox mühüm əhəmiyyət daşıyır. Burada dinləniləcək müxtəlif mövzular bu məsələlərə aydınlıq gətirəcək
Mən də burada bir Göyçə toponiminin necə yaranması haqqında bir mövzu ətrafında deməli çıxış eləyəcəm. Göyçə mahalı çoxdan məlumdur. Bizim İrəvan xanlığının mahallarından biridir. Göyçə bütün dünyaya, bütün Azərbaycana, bütün Türk dünyasına deməli məlum olan böyük bir söz, mədəniyyət beşiyidir. Amma indiyə qədər Göyçə toponiminin yaranması, mənşəyi haqqında dəqiq bilgilər yox idi. Mən bu məsələlərə işıq salmışam və çox əlamətdar bir haldır ki, elə Göyçə toponiminin yaranması da indiki Türkmenistanın ərazisində olan etnik qruplarla bağlıdır. Bu bir daha göstərir ki, bizim tariximizlə, mədəniyyətimizlə hər şey ortaq bir keçmişə malikdir. İndi də yaranmaqda olan ümumtürk birliyi bizi öz keçmişimizə qaytarır. Güc birlikdədir. Bu dövlətlərin öz güclərini birləşdirilməsi, dünya siyasətində öz yerini müəyyənləşdirməsi, bir-birinə qarşılıq yardımı həm elmi, həm mədəni, həm də siyasi, iqtisadi baxımdan da çox mühüm əhəmiyyətə malikdir. Azerbaijani and us living in the northern territory and similarity in name. Turkmens are not Central Asian Turks. Turkmens living in Turkmenistan, but Azerbaijani Turks from the western range of the Oghuz Turks. Türkmen veya Irak Türkmenleri Azerbaycan'ın şimali Irak hissəsində yerləşirlər. Adlarında olan yeniliyə baxmayaraq Türkmenlər mərkəzi Asiya türkləridir və onlar Türkmenistan'da yaşayırlar. Amma Azərbaycan türkləri Oğuz türklərinin bir hissəsidir. They were first settled in the territories long before the first influx of the Seljuks, later the Safavids, was ensured for further strengthening of the life of the Turkmens, one of the oldest Azerbaijani tribes. Əvvəllər onlar bəzi ərazilərdə yaşamışdılar, hansı ki, həmin ərazilər Selçuk adlanırdı. Sonralar onlar səfərlərin tərkibində müxtəlif tayfalar kimi mövcud oldular. Bir müddət sonra da keçmiş Azərbaycan qəbilələrinin tərkibinə qatıldılar. Even in the time just after it was free, and I hope for sure I will go back in a couple of days again. I stay here in Baku for 85 days in the time I have to visit. This book will be presented in Baku. Everything about history, the time now of course, the terrible things what happened in all the cities around Karabakh, the murder places like Khojaly, not only Khojaly, Shusha, Khartoum, everything. So the book will be presented in Baku before I go back to the Netherlands. And then I hope everybody can read it, will read it. Everybody's asking me, maybe a stupid thing. Everybody's asking me about what are you going to do? What are you going to do with the revenue? I said, I don't want to have any amounts. This is for the victims. Tarixi həqiqətlərin hamısını görüb şahid olan və özü qiymətləndirməsini edən Niderlandlı alimimiz həm də çox duyğulandıran bir məqamla bizi üzə qoyub ki, o kitabın satışından sonra qazanılan gəlirlərin hamısını qurbanlar üçün xərcləmək istəyir və onların ailəsi üçün xərcləmək istəyir və ailələrin hamısı ilə bir-bir maraqlanıb, hətta sağ qalmış ailələrlə özü görür və tərcüməçi köməkçilərin vasitəsilə onlarla danışıb əlaqə saxlayıb və onların da şəkillərini yerləşdirir. Bugünə qədər Azərbaycanda məşhur olmuş, Çingiz Mustafayevdən tutmuş bir çox müharibədə öz qəhrəmanlığını göstərmiş insanların hamısı haqqında kitabın haqqında çox ətraflı, geniş şəkildə məlumat var. Thank you very much. We highly appreciate your contribution. As Karabakh said, now unfortunately no any dark cloud over Karabakh. Now the sun is shining bright in Karabakh. Ancak günler Yes.
Dil elə bir canlı varlıqdır ki, onun qarşısına heç nə almaz, onun heç nə mane ola bilməz. Mən dili dənizə bənzədirəm. Necə ki, dənizə bəzi cisimlər düşür, dəniz onu dərinliklərində qərq edir, mamırlayır, yosunlayır, o dəniz onu özünkü edir. Dil də elədir. Bəzi şeylər də var ki, dəniz onu qəbul eləmir, dalğa vurur sahilə. Eyni şeylər də dildədir. Dil böyük, hər bir xalqın mədəniyyətində böyük bir təsirə malikdir. Dili bilmək, o xalqın haqqında bütün məlumatları bilmək deməkdir. Dil həm də genetik kodda yazılmışdır. Bir dildə danışan sonuncu insan öləndə o dil ölü dil sayılır. Buna görə dilin bir xalq üçün nə qədər əhəmiyyətli olduğu bilirik. Azərbaycan dildə belədir. Bəzi proseslər var, onun qarşısını almaq olmaz. Bu dillər arasında inteqrasiyadır. Bugün görürük, dilimizdə bəzi sözlər var. Güncəl, önəm, ki bu sözlər özündən qabaqki sələfləri sıxışdırıb çıxardıb. Onlar artıq dilimizdə bəzi sözlər, biz önəmin əvvəl nə işlədirdik, məsələn, heç bilmirik. Çox adam bilmir. Bugün daha çok bizim aziz doğma İrak Türkmenlarının tarihine ekskursiya eləmək istəyirəm. Əvvəla Türkmen barəsində ifadeler hansı şəkildə deyilsin, mahiyyəti birdir. Ancaq orta əsr qaynaqlarının demək olar ki, hamısında, o cümlədən Fars dilli qaynaqlarda da, Ərəb dilli qaynaqlarda da məhz Türkmen yazılır, əliflə yazılır. Eləcə də bizim İraqdakı qardaşlarımız özlərini məhz Türkmen adlandırırdılar və bizim böyük alimimiz Profesör Qəzənfər Paşayevin tədqiqatlarına da hamısında məhz Türkmen olaraq keçir və Qəzənfər Paşayev bir sıra digər bizim alimlərimiz kimi belə haqlı olaraq hesab edir ki, məhz dil baxımından, adət-ənənə baxımından İraq türkmenləri biz Azərbaycan türklərinə daha çox bağlıdır və bunun da əsas səbəblərindən dediyim kimi biri həm dilimizin, həm adət-ənənələrimizin, həm folklorumuzun birbiri ilə demək olar ki, yaxınlığı yox. Çox zaman tam eyni. Ben şiirinde de bunu şiirleri. Benim şiirim Latin soru değildir. Seçkinlere özel kurulu değildir. Karma dili uzun boylu değildir. Yelken açmaz orta çağ bahane. İtim ahlak simge mecaz kimse. Mısralarla kafiye verilmişse. Serpil sece söyler özgür sermese. Düz çevirmez imgelerin simgeli. Fikir değil, çubuk için söz arar. Gerçek için gelinlik kızarar. Hem de fizik ötesinde zarar. Damgalanmaz takıncalık ömrüne. Yani şiirde aynı zamanda gedik fertlikler içerisinde ne kadar eneliğe bağlı olduğu kaldırımda bunu benden bir şekilde görebiliriz. Duluşçulukdur, miskərlidir, bezək əşyaları da qadınlar üçün belə əşyaları qoyulub göstərir. Burada yenə də arxeoloji qazıntı nəticəsində aşkar edilən Hansı dövlət göstərirsiniz? Hansı dövlət olaraq? dövr çoxu da antik dövrdən başlayır. Ümumiyyətlə, Oğuz ərazisində böyük bir Kərimli kəndi adlanan bir ərazi var. Orada böyük kurqanlar var. 7 ədəd kurqan var təpələrdə. O kurqanlarda hökmdarların məzarları yerləşir. Obyekti kimi başlıkta İlk önce bugünkü konferansta iştirak eden herkese selamlayan, size çok teşekkür ederim ve her bir iştirakçılara. Ve bugün bizi birleştiren Irak Türkmenleri'ne bağlı çok farklı değerli yazılar olacak. İlk önce özgürlüğüne bağlı kısa danışmanın Çağdaş'ın kampanyasının tepkileri. Bildiğiniz gibi Irak Türkmen edebiyatı dediğimiz zaman ilk önce tedbiratçılardan Mehmet Başı, daha sonra İbrahim Davutlu, Faruk Halit Köprülü ve diğerler gelir. İlk önce Mehmet Başı'ndan başlayalım. Ne olur Mehmet Başı'ndan
sayede işləri çox böyükdür. Demək olar ki, Fəxər tek başından gördüyü işlər o qədər böyükdür və areal genişdir ki, onu sahib hesablanır. Edilən qartlar, şunun tarixini öyrənmək, şunun hərflərini öyrənmək, bilimini, medeniyetini, umumluq haqlar üçün umumluqlara dağıtlamada öyrənmək, gələcəkdə bir də edilənlərin ağırlığı, xidmətdaşlığı, doğruluğu, bozluğu və hükümətdə ullaqan açar olmasına düşünürəm. Nereye takip abi? Mas я сейчас буду на 12 века. Эти монеты чекались в основном из меди. И они назывались дирхемами и динарами. Да, это был, конечно же, период, который отражал мусульманский ренессанс. Ренессанс Генджави, Сәбит Хакани, Сәбит Генджави ve diğer şairlerin yarattığı mesut döneminde şairlerin şairler aldığı simgelere yaranan həmişə müştərəklik qohumluq mövcud olmuşdur. İstər Azərbaycan, istərsə də Kərkük elində bir çox mahnılar oxunur ki, bunlar eyniyyət təşkil edir. Oğuz kökündən və soyundan olan Azərbaycanlılarla İraq türkmenlarının mahnı yaradıcılıq baxımından bağlılığı onun müasir dövründə dərindən araşdırılmasını və tədqiqini tələb edir. Kərkük xalq mahnılarının tədqiqi və Azərbaycan xalq mahnıları ilə müqayisədə oxşar və fərqli xüsusiyyətlərinin aşkar edilib üzrə çıxarılması, dərin qatlarda qohumluq əlaqələrinin araşdırılmasına zəmin yaradır. İraq türkmen folkloru Azərbaycan ədəbiyyatçıları, eləcə də İraq musiqiçiləri tərəfindən tədqiq edilsə də Azərbaycan musiqişünaslığında tədqiqat obyekti olmaz. Folklor xalqın yazılmamış tarixidir desək yanılmarıq. Güclü dövlətçilik ənənəsi olan xalqlarda bəlkə də bu məsələnin öyrənməsinə elə də ciddi əsas yoxdur. Amma işğal altında olan, yaxud da müstəmləkə durumundan yeni çıxmış xalqlarda bunun araşdırılması mühüm əhəmiyyət daşıyır. Çünki bu cür xalqlarda xalqın həyatında baş verən bütün hadisələr onun tarix kitablarında öz əksini ya tapmır, ya da təhrif olunmuş formada verilir. Məsələn, 20-ci əsrin əvvəllərində Azərbaycanda baş verən qaçaqçılıq hərəkatı ilə bağlı tarix kitablarından daha çox xalqın arasında faktlar tapmaq mümkündür. Əslində, qaçaqçılıq hərəkatı 19-cu əsrin ikinci yarısından başlasa da, vaxtında o dövrə aid xatirələr toplanmamışdı və indi də xalq arasında bunlar da Ata Tərzəbaşı görkəmli ədəbiyyatşünas alim, tədqiqatçıdır. Mən deyərəm ki, o hər tərəfli şəxsiyyətdir. Ata Tərzəbaşı həm dilçidir, həm folklorşünasdır, həm alimdir, həm publisistdir və İraq türkmenlərinin ədəbiyyatının toplanmasında müstəsna xidmət göstərmiş şəxsiyyətdir. Mən bir qədər giriş etmək istəyirəm ümumiyyətlə İraq türkmenlərinin ədəbiyyatına. Oğuz tayfa qrupuna aid edilən türkmenlər İraqda əsasən Kərkük, Musul, Dirala, Ərbil, Salahattin ərazisində məskunlaşırlar və onların soy kökü itibarilə Türkistandandır. Bizim kimi türklər və folklorumuz, ədəbiyyatımız arasında çox böyük oxşarlıq var. Temasına nəzərə olaraq bugün İraq türkmenlər arasında artıq 40-a yaxın şairin eyni mövzuda, eyni məzmunda və üslub olaraq da eyni fərqli üslubda yazdığı əsərlər vardır. Bizim professorumuz hörmətli Məhəmməd Ömər Qazançının tədqiqatları var bu barədə və hörmətli professorumuz həmin tədqiqatları, həmin poemaları daha doğrusu iki istiqamətdə tədqiq edib. Birinci kitablaşmış, yəni poemaların kitab şəklində nəşr olunduğu əsərlər olaraq qruplaşdırıb, digər isə kitablar şəklində nəşr olunmamış poemalar. Amma bütün bu əsərlərdə mövzu, məqsəd eynidir. Yəni Azərbaycanla, xüsusilə Güney Azərbaycanla eyni azadlıq ideyaları, milli qurumlar və xüsusilə doğma yurt problemi, istər İraq türkmenlərinin yaşadıkları ərazilərdə onların öz adlarını verdikləri türk oymaqları, eləcə də Güney Azərbaycanda bunlar qarşılıqlı şəkildə bədii ədəbiyyatda öz əksini